Nə qəribsən bana. Deyirəm Ema xanım eşitsə deyəcək yenə neyləmirsən? Neynəmirsən? Reyhan deyir ki, Bilmirəm Ema xanım, yenə. uşaq kimi qulaqlarım ağrıyıb, biraz üşütmüşəm, biraz qrip olmuşam. Qəlbimdə də ancaq qripi xəstəlik kimi yox, siz deyən kimi qəbul eləyib elə danışıram, deyirəm ki, harda səhv elədim görəsən, nə bilim. Yox, harda İki səhv elədim, yox. Harda səhv eləmişəm, məni bağışla. Hə, məni bağışla. 2 dənə şeyə ürəyimi bulandırmışdım Ema xanım. Birini elə anındaca düzəltdim. Halbuki 1 ay, 2 ay idi nəsə o məsələ ürəyimdə fırlanırdı. Ancaq bir məsələ hələ tam düzəlməyib. Belə ürəyimi bulandırıram. Onda da deyirəm ay Allahım məni Olur, bağışla. o verir də, o verir. Elə ondan da doğulur. Xırda cəzalar xırda fikirlərdən doğulur. Böyük cəzalar böyük fikirlərdən doğulur. Ema xanım, bəzən insan öz qəlbindən bacarmır. Qəlb elə bir Can şeydir. deyəni dil demir. Dil də bəzən düz demir. Səhv edən insanı, acı dilli insanı heç can da sevmir. Bu Ay oyundu sağ ol. başlanır. Məsləhət. Bəli, Allah köməyiniz olsun. Necə anlayırsınız Ema xanım? Bilirsiniz necə? Elə bil özümü yaxşı kimi göstərmək istəyirəm, ancaq qəlbim onu demir. Belə belə bir tələdi bilmirəm. Başa salmaq olmur. Fələyin zəncirinin qandalı çoxdur, hiləsinin sayı hesabı yoxdur. Yəni o başdan ayağa bizim üçün elə bil hər addımda bir tələ qurur, hər addımda bir oyuna salır. Sən də onun hamısını şükürlə qəbul etməlisən. Sən qarşındakı insana öz fikrini yürüdə bilməzsən. Bundan ötəri özünü yorma. Qəlbində Rəbbindən dilə ki, nə olar, tutalım ki, balamdır, qonşumdur, qohumumdur, qardaşımdır, bacım. Ya Rəbbim, səndən diləyirəm. Bax, bu hərəkətinə özüm nöqtə qoy, səndən diləyirəm. Məni bu dar fikirdən özün keçir, mən keçə bilmirəm. Bax, belə deyəcəksin. Bilirsiniz Ema xanım, indi oxuyacağım mesajları, hələ ki azdır deyim. Bəzən məsəl üçün özünü güya göstərirsən ki, mən özümdən danışıram, mən yaxşı insanam, mən humanistəm, mən hər şeyi bağışlayanam. Ancaq bir də görürsən ki, elə o tüpkə, Allah Taala səni o deyir, elə çıxılmaz vəziyyətə qoyur ki, o içivin dərinliyində olan o qəlb qırıqlığı ortaya çıxır, sən özün mat vəziyyətində qalırsan. Bəli, ona görə ki, sən özünü göstərməyə çalışmamalısan. Elin gözü tərəzidir.